Salam dəyərli dostlar, burası Fiskal Vadisidir. Mən Sadiq Şamilov yenə bir maraqlı sual həlli ilə sizlərin qarşısındayım. Sualın şərti nə deyir? M kütləli cismin temperaturunun ona verilən istilik miqdarından asılılığı qrafiki verilmişdir. Qrafik görsənir. Temperaturun Q-dan asılılığı verilmişdir. Cismin xüsusi istilik tutumu hansı ifadə ilə təyin edilir? Gəlin baxın. İstilik miqdarı Q bərabərdir. Cm delta T. Xüsusi istilik tutumu kiçik C bərabərdir. Q bölünsün M delta T. Şimdi gəlin baxaq. Bunu sadəlik naminə biraz belə yazaq. 1 böl M olsun. Q bölünsün delta T. Baxın, buna diqqət edin. Bunda belə ayrı. Şimdi baxın. Buradan belə bir xətt çəkdiyim zaman və bir dənə də belə bir xətt dendirsəm dəyərli dostlar. Və bura bir T desəm. Baxın, bu katet ilə delta T verir mi? Çünki delta T nədir? T çıx T sıfırdır. Əla. Onda bu katet bura bərabərdirmi? Deməli, burada delta T'dir. Buradan çəkdiyim xətt bura paraleldirmi? Yəni, bura Q-dursa, o da bir Q-dur. Onda bu bucağın tangens alfası nəyə bərabərdir? Qarşı katet böl bitişik. Yəni, delta T bölünsün Q-ya. Əla. Gəlin, baxın bura. Bizdən xüsusi tutumu kiçik C-ni soruşur. 1 böl M. Əgər T bölünsün Q tangens alfadırsa, Q bölünsün delta T nədir? 1 böl tangens alfa, yəni kotangens alfanı verəcəkdir. Onda cavabımız nə oldu? Kiçik C bərabər oldu. Kotangens alfa bölünsün kiçik M. Və salam. Gördüyünüz kimi çox maraqlı və qısa bir həll tələb edən sualdır. Növbəti videolarda inşallah görüşənədək. Sağ olun.